Muradlı Sakitə Mehman qızı 2 may 2024-cü ildə Lənkəranda itkin düşüb. Salam, akşamı xeyr. Lənkəranda ərə getmişdi. Afili qəsəbəsində. Qaynanası ona bizə gəlir. Söz kefası gedib evdə. Ayın ikisindən yoxdur. Uşağı vardı mı? 2 dənə uşağı. Biri qız, biri oğlum. Dünyasından ben. Uşaqlar hardadır? Uşağın anasıyla gedib. Götürüb anası aparıb. Anasıyla. Uşaqları da özü ilə aparıb. Bəli, bəli. Yaxşı, evdə nə söz, söhbət getdinizmi? Qaynanadan soruşdunmu ki, qızım hanı? Qız mənə danışdı, dedi, ana, qurban olun sana. Qaynanam mənə yola sizə gəlmir. Qaynanam mənə vurur, öldürür. Sənə qurban olun, mən başımı götürəm, evdən götürəm. Yəni yola vermirdilər də deyirsən? Bəli, bəli. Neçə dəfə qızımı qovmuşdu evdən. Neçə dəfələrlə dedim ki, ailələri dağılmasın, yaxşı deyil. Yenə onları qovuşdurdum bir-birinə. Gedib qızını vurub qoltuğuna gətirəydin evinə, ay ana. Bəli, bəli, düz deyirsiniz. Mənim qızımın başında nələr gətirir, onun qaynanası gətirir. Əri ilə nələr gətirir, onlar edir. Səidə xanım, bu Sakitənin qaynanası gəlibmi sizin yanınıza? Qızın itməsi xəbərini o mu verdi sizə, yoxsa siz sonradan bildiniz? Yox, qız özü mənə zəng elədi, Xoşqədəm xanım. Qız özü zəng elədi? Bəli, özü mənə zəng elədi. Dedi, ana, mən bu evdə qalmaq istəmirəm. Dedim, niyə? Dedi, qalmaq istəmirəm. Gedib uşaqları da götürüb, gedib. Bir nömrə var, o nömrə də məndədir. O nömrə ilə 2 dəfə mənə zəng elədi. Dedi, day, mən gedirəm. Dedim, hara gedirəm? Dedi, gedirəm. Day, mən nə işə gəlmək istəyirəm, nə də oraya gedmək istəyirəm. Ay bolay, qal orada, mən gəlirəm. Day, nə bilim, qız o nömrə ilə, bu nömrə ilə zəngi yoxdur, indi də yoxdur. Sizə qurban olun, onu axtarın, tapın. Aydındır. Tamaşaçılar, bir dənə dediyim odur ki, ana və qəhrəman qazi, hərbiçi dayı bizə müraciət etmişdi. Sonradan dediyim kimi günlər sonra bu efirdə şəkil çıxandan sonra Sahiləni, indi bilmirəm kimlərlə, necə gedib, kimin yanına getmişdi, kimin nömrəsindən zəng eləmişdi, ailəsinə bilmirəm, ortaya çıxdı. Və mən bir şəhid nəsli olaraq sizə və bir qazilərin, neçə qazilərin sizin nəsildə vətən uğrunda döyüşüb, canını fəda edən oğullar üçün müraciət edən dayını eşitdim, əlimdən gələni etdim. Şükür, qızınız sağ-salamatdır. Qaynanadan şikayətçidir, nə mən onu bilmərəm. Bu artıq ailə məişət zəmininə gedir və söz vermişəm o qazi qardaşıma. Mənim üçün torpağım uğrunda döyüşən, torpağım uğrunda həyatını qurban verən şəhidlərimizdən və qazimizdən önəmli heç nə yoxdur. 100 dənə belə verilişlər də mən də daxil olmaqla qurban olsun o şəhidlərimizə, qurban olsun qazilərimizə. Bu torpaq bugün Şuşanı onlar üçün deyir. Ona görə mən bu məsələni qapatmışam və qızınız, bilmirəm, dayı artıq özü bilər. Deyib, bu məsələni özüm həll edəcəyəm. Xoşqədəm xanım, siz qarışmayın. Ona görə mən sizi yola salacağım. Digər məsələlərə keçməliyəm. Dediyim kimi, şəhidlərimizin, qazilərimizin olduğu bir nəsil üçün bura gələn qazi qardaşım ki var ha, mən də daxil olmaqla yüzlərlə belə veriliş qurban olsun o qazi qardaşımın, nəslinizdə o olan o şəhidlərin ruhuna qurban olsun. Mən bunu heç bir şey deyim və buradan da bütün Cənuba salam göndərirəm, sevgimi göndərirəm və Cənub bölgəsi, qəhrəman oğulları yetişdirən bölgə, sevgimiz, məhəbbətimiz sizinlədir, sizinlədir. Buyurun. Sağ olun, çok sağ olun. Cənnət Rusiyadan gəlib və biz onu dəvət edirəm içəri. Buyur Cənnət, studiyaya. Cənnət
Dəhşətli bir həyat hekayəsi yaşayır. Buyur Cənnət studiyaya. Cənnət, xoş gəldisən. Mikrofon var mı yanında? Cənnət, xoş gəldisən. Razı. Salam. Salam. Azərbaycan dilində bilirmi Cənnət? Ну, так, пару, ну, чуть-чуть. Az bilir, az bilir. Cənnət, ilk dəfə də Azərbaycanda olursan. Да, я впервые в Азербайджане, тем более, я скажу так, вы даже исполнили мою мечту, потому что у меня была такая мечта. У меня была такая мечта, вот получить свой загранпаспорт и поехать в первую страну, это в Азербайджан. А вы это сделали, я благодарна вам. Пусть Аллах будет доволен вам. İlk dəfədir başqa bir ölkəyə gedirsən, belə başa düşdüm. Да, я впервые. İlk dəfədir başqa bir ölkəyə gedir, o da sənin vətənin. Еще раз повторите. Deyirəm, ilk dəfədir başqa bir ölkəyə gedirsən və bu da sənin öz ata vətənin. Да. Sevdin mi? Ну, можно сказать, да. Sevdin. Да, потому что мне очень понравилось. У меня такие эмоции были, когда я на самолете Mənim çox xoşuma gəldi və mənim emosiya, fərqli bir emosiya. Это прям необъяснимо, можно сказать, потому что... Mən bunu başa sala bilmirəm. Ну, я словами даже не могу объяснить, потому что я первый раз в другой стране, и да, моя мечта была побывать именно в Азербайджане. Первый мой рейс был в Азербайджан поехать. Mənim bir arzum olubdu ki, ilk dəfə bir ölkəyə getsəm də bu Azərbaycan olsun və mən indi Azərbaycandayam. И я благодарю вас, то, что вы исполнили эту мою мечту. Mənim arzumu yerinə yetirdiniz. Ну, я искренне благодарю вас за это. Mən içdən Хорошо. sizə təşəkkür edirəm və izləyək Cənnətin sujetini. Adım Cənnətdir. Atamı axtarmaq üçün Rusiyadan gəlmişəm. Atamın adı Sənandır. O Azərbaycanlı olub, anam isə Kabarda-Balkariya Respublikasındandır. Onlar 1997-98-ci illərdə təsadüfən bazarda tanış olublar. Anamın sözlərinə görə atam anamı sevib. Hətta atam onu istəmək üçün anamgilin evinə elçidə gedib. O zaman anamın atası həyatda olmadığı üçün atam anamı qardaşından istəyib. Daha sonra onlar Moskvaya gediblər. Lakin qısa bir müddət sonra ayrılıblar. Ayrılıq səbəbini tam olaraq bilmirəm. Anamın dediyinə görə buna atamın ailəsi səbəb olub. Mən 1999-cu ildə çox çətin şərtlər altında doğulmuşam. Hətta anama deyiblər ki, uşağın ölüb. Onu inandırmaq üçün anama ölü uşaq cəsədi belə göstəriblər. Anamgil həmin uşağı bastırıblar. O an anamın nələr yaşadığını təsəvvür belə edə bilmirəm. 5-6 il sonra isə anama bir məktub gəlir. Həmin məktubda onun qızının ölmədiyi, yaşadığı yazılır. Və anam o məktubun izi ilə məni axtarmağa başlayır. Mən uşaq evində olanda ora 2 qadının gəldiyini xatırlayıram. Onlardan biri ağlayırdı. Bəli, o mənim anam idi. Anam illər sonra öldü deyilən övladına qovuşmuşdu. Amma biz yenə də bir yerdə qala bilmədik. Çünki anamın məndən savayı 2 az yaşlı uşağı var idi və onun da maddi vəziyyəti heç yaxşı deyildi. Buna görə məni dayıma verdilər. Mən Kabarda-Balkariyaya köçdüm. Dayım və nənəmlə yaşamağa başladım. Bir müddət dayımı atam bilmişəm. Mənə elə demişdilər. 8 yaşım olanda mənə bütün gerçəyi açıqladılar. Atamın Azərbaycanlı olduğunu öyrəndim. Anam atam haqqında pis heç nə danışmırdı. Deyirdi ki, atam çox yaxşı insan olub. Mən əvvəllər atamı axtarmaq istəməmişəm. Çünki incikliyim olub. Lakin vaxt keçdikcə anladım ki, hər uşaq kimi mənim də ata qayğısına, sevgisinə ehtiyacım var. Atasızlığı həmişə hiss etmişəm. Yaşıdlarım ataları haqqında danışanda mən həmişə pis olurdum. İndi onu görmək ümidi ilə gəlmişəm. Ürəyim mənə deyir ki, atam sağdır. Atama demək istəyirəm. Əgər sən düşünürsən ki, mən sənə incikliyəm, bu belə deyil. Əksinə, içimdə səni görmək arzusu hər şeydən üstündür. İstəyirəm səni tanıyım, bilim, səninlə vaxt keçirdim. 25 il keçsə də yenə də heç nə üçün gec deyil. Sən bu 25 illik həsrətə son qoya bilərsən. Cənnət, necə ağır bir həyat hekayəsi bu.
uşaq evində sənin anana öldü desinlər və sən uşaq evində 5 yaşına qədər böyüyəsən. Bu necə baş verir ümumiyyətlə? Ну, я сама задаюсь этим вопросом, потому что, ну, как бы и у мамы особо сильно не хочется спрашивать и рану мозолить, потому что... Anadan istəməyib soruşsun. Я у нее спрашивала то, что вот главное, почему вот я оказалась там, почему так случилось. Но она говорила то, что, как она мне всегда говорила, типа ее врачи обманули, ей показали мертвого ребенка, она подписала типа документы, и, получается, они похоронили как мертвого ребенка. Ну, она, получается, своего ребенка похоронила, ну, меня. И потом ей через какой-то период, через лет 6 или 5 даже, ей приходит письмо по прописке, то, что у вас такая-то дочь жива, Кантемирова Жанна Александровна. На тот момент у меня была ее фамилия и отчество. Ну, обычно, когда в детдоме там дают же разные там отчества и имена. И получается, она меня начала искать почти... Yox, tamam, mən baxdım sujetdə, anan axtarıbdı səni. Mənim üçün necə yəni uşağı elə verən kimi ki, bu ölüdür, o da razılaşıb gedib və 5 ildən sonra anaya bir məktub gəlib. Bu necə mümkün? Yox, maraqlıdır məktub uşağı doğan kimi. Sən deyirsən aldadı mı? Yox, ay Zülfiyə xanım, xeyr. 5 ildən sonra gedib ki, hə. Əşi, o Kabardino-Balkariya insanlar biraz fərqlidir. Orada inanırsınız, elə uşağı qucağından götür yerinə bir hinduşka versən, ki sənin uşağın hinduşkaya dönüb, inanacaq bir adamlar da var hətta. Ona görə də düz deyil, onu aldadıblar. Yəqin ki, bu uşağı xeyr, həkimlər, xeyr. Ana qızı aldadıb, yalan danışıb ana. Xeyr. Ne üçün? 5 yaşında getdi, tapdı da götürüb saxlayardı. Deyim də Zülfiyə xanım. Yox, 2 dənə körpə uşağı var idi, olsun da. 5 dənə də uşağı olsaydı, doğma uşağını tapmışdı. Götürər saxlayardı. Hələ mən oradan tutdum ki, ana bunu atıb. Sonra da soruşanda aldadıb ki, mənə ölü uşaq dedi. Mən dəqiqliklə sizə deyirəm ki, bu uşağı xəstəxanada başqa bir ailəyə satmaq istəyiblər. Ananı da ona görə aldadıblar. Sadəcə həmin sövdə alınmayıbdır. Uşaq qalıb ortalıqda və düşübdür uşaqlar evinə. Ana imtina eləyib də. Ваша фамилия была настоящая? То есть фамилия вашего отца? У меня была мамина изначально фамилия, Кантемирова. Даже тогда, когда вы были в детдоме? Да, вот когда я была в детдоме... Bəli, ana özü imtina eləyib. Xeyr, ana ondan imtina eləsəydi familiyası başqa cür olardı. Uşağı satmaq istəyiblər. Xeyr, uşağı satmaq istəyiblər, alınmayıb. Ona görə anaya da qaytarmağa qorxublar. Çünki anaya deyiblər, artıq uşağın ölübdür. Ona görə uşaq düşübdür ora. Və sadəcə Allahın bir möcüzəsi olub o qıza yazığı gəlib. Elmir bəy, siz əməl, mən yenə heç olmasa təxminlər dedim. Siz əməlli başlı senari yazdınız. Ona görə ki, onun familiyası anasının familiyası olub. Onu da eşitdim. Onlar mən əminliklə bilirəm. Əslində uyğun gəlir Elmir bəyin dedikləri. Amma bir məsələ var ki, o məktubun kim tərəfindən göndərilməsi ananız tərəfindən araşdırıldı mı? Yox, istənilən halda mən deyim. Yəni bu məktubu kim? Yəni məktubu kim göndərib? Ya satıb, ya atıb. İmtina eləyir. İhtimal olsa niyə məktub göndərsinlər ki, anaya? İkisi də eyni, mən dediyim ikisi də... Bir dəqiqə, bir saniyə. Cənnət, ana məktubu kim tərəfdən gəldiyini xahiş edirəm. Araşdırıb mı? Yəni ən azından bu məktub kim tərəfindən gəlib? Bəlkə yalandır, bəlkə... Ну, возможно, она не интересовалась, но я как бы я все-таки верю, как бы, то, что на самом деле это так. Даже Mən inanıram ona ki, bu belədir. Ну, даже если я узнаю другую от нее историю, я... Ну, у меня нет такого, то, что Mənə elə gəlir ki, burada bir yalan var, Cənnət, incimə məndən. Yəni, necə yəni yoxdur? Ona görə yoxdur ki, deyim niyə ona
məktub gəlibdir, cavabını verir. Ona görə ki, həmin o uşaqlar evi ilə xəstəxana əlbir olublar. Və bu uşağı anadan oğurlayıb onu satmaq istəyib. Sən inanırsan, yaxşı, tamam, mən razıyam. Cənnət, əgər anan həqiqətən də bilmirdi və sən orada oğurlanılıb başqa bir adama verilmişdi. Mən buna inandım, bura qədərki hissəsinə. Yaxşı, bu sonra gəldi, səni uşaq evində tapdı. Niyə görə səni götürmədi? Çox da ki, kirayədə qalsın. Bəli. Sual edirəm sizdə. Bugün ətrafımızda kirayədə qalan nə qədər insanlar var ki, uşaqlar 2 dənə, saxlayırlar? 3 dənə uşaqla. 2 uşaqlar, yəni 2 uşaq, 2 uşağı saxlayana, 3-cü uşağı da saxlamaq asan çətin deyil. Bu sualı vermədin. Bir var heç uşaqsız olsun, bir də var uşaq. 2 dənə uşaq. Ну, задавала, но я не так часто задавала, потому что я понимала то, что типа ей органы опеки отказывают из-за того, что у нее нет именно собственного жилья, а в России, как я поняла, это жестко в плане в этом. Ola bilər, ola bilər, hə. Vericiliyə O, ola görə bilər. Gəlirlər ananın, atanın kimdirsə Yaşayış şəraitinə yeri. Ola baxırlar. bilsin ki, deyir ki, Bəli. Yaşayış yeri olmuyor. Nə Azərbaycan deyir. Himayə edən Qəyyumluq himayəçilik orqanı. Qəyyumluq orqanı. Qəyyumluq orqanı Bəli. anamın yaşayış yeri olmadığına görə məni verir. Bəli. Bu ola bilər, bu çünki ağlabatan bir Bir şeydir. də kim kimə pis adama verməyib, öz dostuma, qardaşına verdi. Valla bizdə hamıda, qohumda, əqrabada uşağının birini görürsünüz, verir babaya, nənəyə, qardaşa, bacıya. Bu birinci dəfə deyil, atmayıb. Atmaq istəsəydi, Yaxşı. 5 yaşında Doğma ana. Bir saniyə imkan verək. Ну, смотрите, вы говорите то, что вот она оставила, но я не считаю то, что она меня оставила. Это Deyirsiniz ki, жизненно, məni anam qoyub, amma mən deyirəm, yox. это жизненная ситуация, потому что Hayatı bir все-таки ситуация. я как бы полагаюсь на Аллаха, я все-таки верующий человек, благодаря İnançlı bir Аллаху. insanam. Благодаря Аллаху я все-таки оказалась у своей матери. Хоть я и с ней не жила, но я все-таки всегда с ней общалась. Ola bilər ki, mən onunla bir yerdə yaşamamışam, amma mən onunla daim əlaqə yaradıram. Также она всегда приезжала на мои дни рождения, ни один день не Hətta оставляла. anam mənim, o deyir, mənim doğum günlərimə belə gəlirdi, yanıma gəlirdi. Gör nəyə Və sən şükür eləyirik, gör buna nəyə şükür şükür edirsən, edirsən. Cənnət. Zülfiyə xanım, üzr istəyirəm. Və sən buna şükür edirsən, hə, Cənnət? Ki, çox şükür ki, anam var, o ən azı mənə gəlib baş çəkir. Да, конечно, она вот часто приезжала в свой отпуск. Наоборот, я всегда была рада. Cənnət, sən ailəlisən, ailə qurmusan. Нет, нет. Yox, inşallah qurarsan. Amma sən Da. uşağınla kirayədə qalsan, 3 dənə də uşağın olsa, sən uşağını öz qardaşına verərsən, baxmaq üçün. Amma tam Ну, səmimi cavab istəyirəm səndən. это очень сложный вопрос. Наверное, бы я, конечно, бы не хотела бы отдавать своего ребенка, Mən əlbəttə istəmərəm. потому что я бы не хотела бы, чтобы у него такая же ситуация сложилась, как у меня. Я бы, да, все бы силы бы, наверное, уложила бы, чтобы у моего ребенка не оказалась такая же судьба, как у меня. Я бы хотела бы, чтобы ребенок находился перед моим присмотром İstəmərəm ki, и mənim uşağım mənim taleyimi yaşasın. Əlbəttə. Cənnət, neçə yaşın var? 25. 25 il sonra ata vətənindəsən və 25 il sonra çıxdığın bu yolda fikirləşdinmi ki, 25 ildə məni axtarmayan ata bəlkə də məndən imtina edə bilər? Конечно, я думала об этом. Естественно, я Конечно. представляла картину разные, то, что вот, например, он Mən придет... üzr istəyirəm Cənnət. Qısa bir ara veririk, qısa bir aradan sonra davam edəcəyik.